Riya, yəni iki üzlülük. Əgər bir bəndənin ibadət itaətində, dostluğunda və s. iki üzlülük varsa, yəni daxilində bir cürə, zahirində başqa cürədirsə, onun ibadəti nəinki ibadət hesab edilir, hətta Qur'an deyir o ibadətüvə görə vay halva, ayədir. Vay olsun o namaz qılanların halına ki, onlar öz namazlarında riyakarlıq edərlər. Deməli, ən üstün ibadət olan namazda belə riyakarlıq etdiksə, nəuzubillah, həmən namaz bizim üçün bir cəzaya çevriləcəkdir. Nəinki ibadət olub, onun savabını alacaq, əksinə qeyri-səmimi ibadətimizə görə, qeyri-xalis ibadətimizə görə cəza almalı olacaq. İkincisi təkəbbürdür. İnsan gərək təkəbbürdən uzaq ola, lovğalıqdan uzaq ola. Əgər təkəbbür və lovğalıqdan uzaq deyilsə, özünü istər ailədə, istər qohum-əqrəba, istərsə də cəmiyyətdə nəyinəsə xatir, elminə, varına, vəzifəsinə, zahirinə və ya hər hansı bir nəyinəsə xatir qürrələnirsə, Qur'an deyir, o adamların da vay olsun halına. Nəinki vay halına, Qur'an deyir ki, ya Peyğəmbər, təkəbbür göstərənləri tezliklə cəhənnəmdə dizi üstə çökmüş halda görəcəksən. Hədislərdə var, Peyğəmbər əleyhissalam buyurur ki, yer üzərində lovğa, təkəbbürcəsinə gəzən insanlar qiyamət günü Allah o şəxsləri kiçik həşarata döndərər ki, ayaqlar altında qalıb tapdalansınlar.